Ağdərənin Vəngli və Həsənriz kəndlərinə növbəti köçk yola salınıb. Ayrı 24-ün xüsusi müxbiri məlumat verir ki, bu mərhələdə Vəngli kəndində 4 ailə və ya 11 nəfər, Həsənriz kəndində 23 ailə və ya 93 nəfər məskunlaşdırılıb. Bu köçdə daxil olmaqla Həsənrizdə 228 ailə, yəni 857 şəxs məskunlaşıb. Qaynıma ev veriblər, biz də ora gedirik, onlara kömək eləyək. Biz özümüz yazılmışıq. Allah qoysa bu bölgədə də biz gedəcəyik. Düzdür, gedirik. İnsan da, həyatdır. Allah şəhidlərimizə rəhmət eləsin. Bir gözümüz ağlayır, bir gözümüz də gülür. Allah qazilərimizə də sağ can versin. Şəhidlərimizə, qazilərimizə dua eləyirəm. Allah ilə belə əmin-əmanlıq olsun, dava olmasın, cavanlarımıza dəyməsin. Gözlədin belə qısa müddətdə qaydasan ora? Yox, gözləmirdim. 44 gündə hər oğlun işi döyüldü. Bir o qədər erməninin nə qədər vaxtdan bəri tikdiyi səngərləri ala, vura, keçə canlarını qoydular, qanlarını tökdülər, torpaqlarımızı aldılar. Bu günləri bizim borcumuz onlara hörmət mənası ilə hər dəfə anmaq düşər, hər dəfə.